Günlərin bir günündə 2014-cü ildə Həcəmət adlı birisindən kafedə işləyirdim. Həcəmət mənə dedi, bir işim düşüb söylədi, mənə kömək elə, hörmət edərəm sənə. Dedim, dərdin nədir? Söylə ginən Həcəmət. Dedi, qənirə bax mənə, deyir sənin hamiləyəm. Uçdalın meşəsində, İvanovka meşəsində, körpülərin altında kef eləyib gəzirdik. Aparıram həkimə, həkim qoymur uzuya. Məni girim bir söz soruşum, varmı uşağı deyim. Yalvardı Həcəmət, qurban olum söylədi. Nəysə bunun sözündən çıxmadı mən, bax mən də getdim bundan uzuya. Qənirəni aldı uzu aparatına. Həkim belə söylədi, uşaq yox dedi. Vallahi yalan danışır. 50 kişiyə də getsə bundan uşaq olmayacaq. Dedim Həcəmət sənin gözün aydın olsun. Qənirənin yoxdur səndən bala malası. İndi isə millətim, ey Azəri cəmaatım, buradan ərz edirəm mən. Hər yoldan keçənlərə könül verib aldanmayın, heç kəsə inanmayın. Söylədim hər sözü sizə, qutardı bu rəvayət. Çox sağ olun.